SSR yeni qurulanda rəhbərlər Lenin və Trotski artıq inqilab yox, dövləti necə ayaqda tutmaq barədə düşünürdülər. Həmin vaxt həm Sovet Rusiyası, həm də müharibədən məğlub çıxan Almaniya dünyadan təcrid olunmuşdu. Heç kim onlarla əməkdaşlıq etmək istəmirdi. Bu tənhalıq onları bir-birinə yaxınlaşdırdı. 1922-ci ildə tərəflər arasında Rapallo müqaviləsi imzalanır. Almaniyanın özündə ağır silahlar hazırlamağa icazəsi yox idi. Ona görə də onlar gizli bazalarını SSR-də qururdular. Alman mühəndisləri Sovet zavodlarını qurur, qarşılığında isə SSR-dən xam mal alırdılar. Amma 1933-cü ildə hər şey dəyişdi. Nasistlər hakimiyyətə gəldi və kommunizmi Yahudi oyunu adlandırıb ona düşmən kəsildilər. Aradakı nifrətə rəğmən 1939-cu ildə yeni bir razılığa gəlirlər və bu saziş imzalandıqdan sonra məcburi dostluq uzun sürmür. Maraqlar yenə toqquşur və tarixin ən böyük savaşı başlayır. Sizcə bu əməkdaşlıq olmasaydı Almaniya o qədər güclənə bilərdimi? Şərhlərdə qeyd edin.